Herkese salamlar. Bu dersimizde list metodları hakkında öğreneceğiz. Onlardan necə ve harda istifadə etmeliyiz, onları daha detallı araştıracağıq. İlk önce listin yaradılmasından başlayaq. Biz bir meyveler diye list yaradaq. Bu formada kvadrat mötərizələrdən istifadə etməyimiz yetərlidir ki, biz bunu artıq Pythona bildiririk ki, mənim burada daxil etdiyim dəyişən list data type-ındadır. Bəs başqa cür listi necə yarada bilərik? Bu zaman list funksiyasından istifadə edə bilərik. Hansı ki, Python artıq sizə bir funksiya yaradıb ki, bunu istifadə edərək sən list yarada bilərsən. Məsələn, burada list funksiyasını açırıq. Sadəcə list olduğunu bildirmək üçün bizim artıq onun daxilində 2 dənə mötərizədən istifadə etməyimiz gərəklidir. Artıq burada biz elementləri yazırıq və bu formada yaradırıq. Biz artıq fruit içini çağırsaq, onun list olduğunu görəcəyik. Listlər sıralıdır. Hansı ki, indekslə bağlıdır bu. Yəni, biz onun elementlərini indeksdən istifadə edərək sıralaya bilərik, dəyişdirə bilərik və istəsək bir neçə elementi təkrarlaya bilərik. Bu funksiyalar, bu özəlliklər bizə imkan verir ki, listlər üzərində daha çox əməliyyatlar və yaxud da metodlardan istifadə edərək işləyə bilək. Funksiyalardan len funksiyası var, hansı ki, bizə listin uzunluğunu qaytarır. Yəni, listin daxilində neçə element var ya da item var, onu göstərir. Bizim burada 6 meyvəmiz var və uzunluq olaraq da bizə 6 qaytardı. Bəs listdə indekslənmə necədir? İlk indeksimiz sıfırdan başlayır. Daha əvvəl də qeyd etdiyimiz kimi 0, 1, 2, 3, 4, 5. Hansı ki, watermelon indeksi 5'dir, amma 6-cı elementdir. Yəni, uzunluğu 6'dır. Biz desək ki, mənə 1 və ikinci indeksdəki elementləri qaytar. Burada burada yazdığımız indeks elementi daxildir. Bu indeks elementinə qədər olan bütün elementləri göstərir, amma burada yazdığımız ikinci indeks daxil deyil. Birinci burada yazdığımız daxildir, amma bu element artıq daxil olmuş. Bizə orange qaytardı. Çünki bizim burada birinci indeksdə olan elementimiz orange'dır. Burada sıfırdan başlayır. Burada 1 ilə 2'ni deyil də birdən sonra boşluq qoysaq necə olacaq? Bu zaman biz deyirik ki, birdən başla, bu tərəfə doğru bütün elementləri qaytar. Yəni, gördüyünüz kimi ilk elementi götürmədi. Burada onun mənası o deməkdir ki, bu istiqamətdə olan bütün elementləri götür. Əgər biz burada rəqəm yazıb digər tərəfi boş saxlasaq, sol tərəfdən həmin indeksi götür və ondan sonraki hər şeyi qaytar. Bunun bir digər tərsi isə biz məsələn deyə bilərik ki, yazaq. Burada isə artıq biz ilk tərəfi boş saxladıq, digər tərəfinə artıq bir məhdudiyyət qoyduq ki, mən bu indeksə qədər istəyirəm. Sadəcə bunun bir fərqi odur ki, burada birinci indeks daxil idi, sadəcə burada dördüncü indeks artıq daxil deyil. Biz onu götürmürük. Baxaq, gördüyünüz kimi grape, orange, strawberry, pineapple hamısını qaytardı, amma meyvəni qaytarmadı. Biz buna slicing deyirik. Hansı ki, biz slicingdən istifadə edərək Pythonda listlər üzərində dəyişiklik də apara bilərik. Məsələn, mən istəyirəm ki, 1 və 2 indeks arasındakı olan elementləri başqa bir meyvə ilə dəyişdirim.
Buna bu zaman ne olacak? Bir ve 2'den biz gördük ki yalnızca orange bize qaytarır. Çünkü bir elementimiz var. Ama biz burada 2 element daxil eləmişik. Baxa görə bizə sonda nə verir? Gördüyünüz kimi orange birinci indeksdeydi və birinci indeksimizdə artıq cherry var və ardından bananını da əlavə eləyib. Bu zaman onun uzunluğu dəyişir. Yəni biz burada bu zaman artıq görərik ki, bizim yeni listimizin uzunluğu dəyişib. 7 olub. Daha əvvəl isə 6 idi. Bu o deməkdir ki, biz bir elementi 2 elementlə dəyişdirdik. Bəs bu fərqli şəkildə olsaydı necə olardı? Məsələn, burada 1 ilə 2 deyil də daha çox bir şey dəyişdirsəydik. Məsələn, bu üçünü necə olardı? 0, 1, 2, 3, 4. Dördüncüdən sonrasını. Yəni artıq biz bunu silib burada 4 yazsaq kifayətdir. Bu zaman gördüyünüz kimi bu ikisi qalır. Çünki bu ikisi daha əvvəl əlavə etdiyimiz idi. Biz demişdik ki, listələrdə 3 özəlliyi var. Sıralana bilir, dəyişiklik oluna bilir və təkrarlana bilir. Burada isə artıq təkrarlanma var və bizim daha əvvəl bu 3 dənə olan elementimizi 2 dənə ilə əvəz etdi. Artıq burada isə sayımız azaldı. Yəni uzunluğumuz azaldı. Daha əvvəl 7 idi. Bu dəfə isə artıq 6 olacaq yəqin ki. İndi isə list metodları haqqında danışaq. Bunlardan ilki copy metodudur. Listlərdə kopya digər dəyişənlərdən daha fərqlidir. Məsələn, biz daha əvvəl bir nümunə üzərində izah etmişdik ki, x-ə bir dəyər mənimsədirik. Daha sonra x-ı başqa bir dəyərə mənimsətdikdə bu zaman kopya etmiş oluruq və x-in dəyərini biz dəyişsək, y-in dəyəri dəyişməyəcək. Bunu real nümunə üzərindən göstərək. Bu formada gördüyünüz kimi x-in dəyəri 19 olaraq qaldı. Y-inki də hansı ki ilkin dəyərdə mənimsətdiyimiz 5 olaraq qaldı. Amma listlərdə bu belə deyil. Python sənə deyir ki, listlərdə sən bunu eləyə bilmərsən. Listlərdə əgər copy et, yəni bu formada mənimsətsən, başqa birinə kopya etsən, x-in üzərində etdiyin bütün dəyişiklik y-in üzərində də olacaq. Bunu bir nümunə üzərindən izah eləyək. Məsələn, biz bu formada meyvələr deyə bir list yaratdıq və daha sonra onu başqa birinə kopya elədik. Bu formada görsək ki, hamısı eynidir. List funksiyalarından biri, daha doğrusu metodlarından biri append'tir. Hansı ki, onun sonuna yeni bir item, dəyişən ya da məlumat əlavə eləyir. Nöqtə ilə yazdığımız hər şey metoddur. Bizdə append metodu ilə sonuna istədiyimiz, daxil etdiyimiz elementi əlavə eləyir. Mən bura yeni bir meyvə əlavə etmək istəyirəm və bunu meyvələr listinə mənimsətməyimizə ehtiyac yoxdur. Append metodu və yaxud da digər metodların hamısı listin öz üzərində yeniləyir. Və artıq biz bu formada yenidən baxsaq, görək ki, buna əlavə olunub. Bəs bu sizcə dəyişibmi? Çünki biz meyvələri olduğu kimi digər dəyişənimizə mənimsətmişdik. Bu zaman artıq gördüyünüz kimi hər ikisi dəyişdi. Amma mən dəyişikliyi sadəcə birinin üzərində etmişdim. Bu səbəblərdən listlərdə kopyalama başqa üsullarla edilir. Bunlardan 3 haqqında danışacağıq. İlki klassik copy metodudur. Hansı ki mən burada sadəcə desəm ki, bərabərdir meyvələr.
Copy. Bu artıq olduğu kimi kopya olunacaq. Onun sadəcə məlumatları kopya olmuş olur və mən artıq bunun üzərində etdiyim hər hansısa bir dəyişiklik etməyimə ehtiyac yoxdur. Bunu hələ buradan yazaq. Gördüyünüz kimi olduğu kimi kopyalandı və mən artıq burada yenidən append edirəm. Hansı ki məlumat əlavə eləyirəm və yenidən run edirəm bunu. Gördüyünüz kimi əvvəlki qaydada yenidən banan əlavə olundu. Və artıq bunu run etdiyimdə isə görürəm ki, bunda heç bir dəyişiklik olmadı. Çünki artıq burada copy metodunu istifadə edərək yeni bir dəyişən yaratdıq, yeni bir list yaratdıq və yalnızca məlumatları ona əlavə elədik. Bu birinci metodumuz idi. Digər bir metod isə onda sadəcə daha əvvəl danışdığımız slicing-dən istifadə etməyimiz kifayətdir. Məsələn, burada yaza bilərik ki, bərabərdir meyvələr. Bu artıq bizə bütün elementləri qaytarır və həmin elementləri də biz digər listə mənimsədirik. Və gördüyünüz kimi ikisinin də məlumatları eynidir və artıq burada yenidən əlavə edirik. Burada artıq yeni bir dəyişənimiz var, məlumatımız var. Burada isə heç bir dəyişiklik olmadı. Bu ikinci metodumuz idi. Digər metodumuz isə list funksiyasından istifadə etməyimizdir. Daha əvvəl burada göstərdiyim bir list metodu var idi. Yeni bir list yaratmaq kimi də düşünə bilərsiniz bunu. Deyirəm ki, list. Biz daha əvvəl göstərdiyim nümunədə 2 mötərizə açmışdıq. Çünki orada elementləri daxil edirik. Burada isə sadəcə listin adını yazmağımız kifayətdir ki, məlumatlarını götürsün. Məlumatlar ikisində də eynidir. Buradan yenidən dəyişiklik edirik. Və əvvələ qayıtdığımızda görürük bu dəyişib. Amma bu dəyişməyəcək. Deməli, listlərdə copy etmənin 3 yolu var. 3 yolunu öyrəndik. Copy funksiyası ilə, slicing metodu və list funksiyası. Bu formada sadə listlərdə işə yarayır. Amma bəzən bizim listlərimiz daha mürəkkəb olur. Yəni, list özü bir neçə listdən ibarət olur. Məsələn, numbers deyək. Bunun daxilində bizim bir neçə listimiz var. Məsələn, listimiz bu formada bir neçə listdən ibarət ola bilər. Bu biraz qarışıq, daha complicated list gedir və bunları bu 3 üsulla kopya eləmək bəzən düzgün nəticəni bizə vermir. Bu zaman deep copy metodundan istifadə edirik. Hansı ki, Python'da kitabxanalar var. Bunu sonraki dərslərimizdə daha detallı danışacağıq. Onlardan biri copy kitabxanasıdır. Hansı ki, Python'da copy deyə bir frame var və onun daxilində funksiyalar hazır yazılıb. Sadəcə biz onları çağırırıq və işə salırıq. Biz import copy edirik və daha sonra copy kitabxanasında deep copy deyə bir metodu var. Ondan istifadə edərək biz bu mürəkkəb listləri olduğu kimi başqa bir listə kopya edə bilərik. Məsələn, mən yeni bir list yaratmaq istəyirəm və copy kitabxanasından deep copy metodunu çağırıram. Onun daxilində listimin adını yazmağım kifayətdir ki, onun bütün elementləri olduğu kimi kopya olunsun. Artıq burada list yeni desək, bizə gördüyünüz kimi bunu qaytardı. Listlərdə digər bir metodlardan biri silmək üçün istifadə olunan remove
ya da del funksiyası deyə bilərik. Remove metoddur. Hansı ki biz desək ki list meyvələr götürək. 4 elementimiz var. Biz burada meyvələrdə desək ki remove. Burada artıq silmək istədiyimiz məlumatın adını yazmağımız kifayətdir ki, onu siləcək. Və artıq biz bunu yenidən run etsək, görək ki, artıq bizim heyva olan elementimiz silinib. Bəs bizim demişdik ki, listlərin daxilində elementimiz bir neçə dəfə təkrarlana bilər. Məsələn, biz bura append edirik yenidən. Gördüyünüz kimi sonuna 2 dəfə əlavə etdi, çünki 2 dəfə run etdik. Və daha sonra biz buna remove desək, hər ikisini mi siləcək? Xeyr. Metodlarda belə bir şey var ki, təkrarlanan elementlər olduqda onlar yalnız ilk gördükləri üzərində işləyirlər və yaxud da biz burada indeks desək, indeks bizə daxil etdiyimiz dəyişənin indeksini qaytarır. Gördüyünüz kimi 3 qaytaracaq. 0, 1, 2, 3. Yəni ilk gördüyü məlumatın indeksini qaytardı. Eyni qayda ilə remove da ilk gördüyü elementi silir. Yəni biz burada artıq remove desək, birini sildi və birini saxladı. Element silmək üçün istifadə etdiyimiz bir digər metod pop metodudur. Hansı ki biz pop deyərək bu formada yalnızca sonuncu məlumatı silir və həmin məlumatı da qaytarır. Yəni gördüyünüz kimi bunu qaytardısa, deməli bunu silib. Və biz bunu yenidən run etsək, görək ki, bizim sonuncu məlumatımız meyvəmiz silinib. Bəs popu yalnızca bunun üçün istifadə etmək olar? Xeyr, popda indeksdə yazıb silə bilərik. Məsələn, mən burada ikinci indeksi silmək istəyirəmsə, bura 2 yazmam kifayətdir. Bu formada 0, 1, 2. İkinci indeksim banan olduğu üçün mənə onu qaytardı və onu da siləcək. Bu formada 2 dənə qaldı. Silmək üçün istifadə etdiyimiz bir digər funksiya isə del funksiyasıdır. Del funksiyada çünki bu formada yazılır və daha sonra listin adını yazırıq. Burada 0 desək, ilk olanı siləcək. Alma. Və bu formada meyvələr desək, yalnızca geriyə armud qalır. Bəs biz bunu indeks deyil də sadəcə listin adını qeyd etsək necə olar? Bu zaman artıq list ümumi olaraq silinir və artıq siz onu çağırdıqda errorla qarşılaşacaqsınız. Çünki artıq sizə Python deyir ki, belə bir dəyişən mövcud deyil. Silmək ilə bağlı bir digər funksiya isə clear'dır, daha doğrusu metoddur. Biz meyvələr .clear desək, bu zaman listi silmir, amma onun içindəki elementlər silinir, bir növ listi boşaldırıq. Biz yenidən meyvələri çağırsaq, burada boş olduğunu görəcəyik. Append haqqında danışdıq. Listin sonuna element əlavə etmək üçün istifadə olunur. Clear
elementləri silir, kopya listemizi kopya edir. Bir digər funksiyamız isə count funksiyasıdır. Count funksiyası bizim yeni yaratdığımız listdə hansısa bir elementi saymaq üçün istifadə olunur. Məsələn, mən burada bir neçə dənə armud əlavə etsəm, necə olar? Artıq bizim burada 3 dənə armudumuz var. Və mən armudun sayını görmək istəyirəm. Count onun daxilində verdiyimiz arqumentin listin daxilində neçə dəfə təkrarlandığını göstərir. Bəs burada heç olmayan bir element olsaydı necə olardı? Bu zaman bizə 0 qaytarır. Digər bir funksiya sort funksiyasıdır. Bizim elementləri artan istiqamətdə düz müəyyən üçün istifadə olunur. Yəni burada artıq əgər stringdirsə əlifba sırasına görə, rəqəmdirsə artan sırayla düzülür. Biz meyvələr desək, gördüyünüz kimi əlfabetik sırayla düzülüb hamısı. Bəs burada birini böyük, birini kiçik hərflə yazsaydıq necə olardı? Gördüyünüz kimi heyva burada olmaması lazım idi, amma burada gəlib. Çünki böyük və kiçik hərflərin qarşısında Unicode-ları fərqli olduğu üçün sıralamada fərq eləyir. Və sort kiçik və böyük hərfə qarşı həssasdır. Bəs bu problemi necə aradan qaldıra bilərik? Bunun üçün onun sortun daxilində bir neçə metod var. Bunlardan biri key bərabərdir. Funksiyanı yazıram və deyirəm ki, sən listə daxil ol, hər bir elementinə bu funksiyanı tətbiq elə və daha sonra sort elə. Bunu etdikdə hər hamısını kiçik hərflə yazır və daha sonra sort edir. Gördüyünüz kimi bizə olduğu kimi qaytardı, amma heyva sort olunduqda sondaydı deyə onu sonda qaytardı. Sort daxilində bəs başqa nə edə bilərik? Mən bunu artan istiqamətdə düzdüm. Bəs bunu tərsinə düzmək istəsəm necə olar? Yəni azalan istiqamətində. Bu zaman digər bir şey deyə bilərəm ki, reverse var. Hansı ki, reverse default olaraq false dəyərini alır. Amma artıq biz bunun dəyərini true eləyirik ki, onu tərsdən düz. Gördüyünüz kimi heyva sondaydı, artıq əvvəldə gəlir. Daha sonra banan, armud və bu formada davam eləyir. Bunu istifadə etmədən də tək reverse ilə eləyə bilərik. Eyni qaydada. İndeks haqqında danışmışdıq. Extend. Extend funksiyası, daha doğrusu metodu listə başqa bir listə əlavə etmək üçün istifadə olunur. Yalnızca list deyil də 4 collection type haqqında danışmışdıq. Tuple, set, dictionary. Extend metodu ilə biz onların hər birini listə əlavə eləyə bilərik. Məsələn, bizim listimiz olsun. Və bir set də yaradaq. Və set də yaratdıq bu formada. Artıq biz meyvə dedikdə bunu görürük və daha sonra mən bunu listimin sonuna əlavə etmək istəyirəm. Listim əvvəl bu formadaydı. Mən isə ona seti əlavə etmək istədikdə extend deyib setimin adını yazıram və bu append kimi onun sonuna həmin seti əlavə eləyir. Və yenidən
run etsəm, görərəm ki, bu formada listim bura qədər özüdür. Amma ondan sonrası hansı ki bu artıq mənim meyvələrimdir. Yəni set. Bircə danışmadığımız metod insert qaldı. Insert metodu ilə biz istədiyimiz indeks elementi əlavə edirik. Append var idi, hansı ki sona əlavə edirdi. Extend list və yaxud da set dictionary olanları əlavə etmək üçün istifadə olunurdu. Bir digər metodumuz isə insert metodudur. Hansı ki biz istəyirik ki, məsələn, bizim meyvələr götürək bunu. Mən istəyirəm ki, ikinci indeksinə nar əlavə eləyim. İndeksi yazıram və daha sonra əlavə etmək istədiyim elementi yazıram. Bu qədər sadə. Yəni burada artıq bizdə 0, 1, 2. Burada artıq hebo durub, amma insert dedikdən sonra isə orada artıq nar dəyəri olacaq. 0, 1, 2. Artıq burada isə gördüyünüz kimi nar dəyəri var. List metodları bu qədər. Hər bir metodun özünün istifadə olunma sahəsi var və onları müəyyən qədər sizə izah etməyə çalışdım.